Salam, son zamanlar məndən ən çox soruşulan suallardan biri New Yorkda kondo ilə co-op'ın arasındakı fərq nədir? Kondo çox sadədir, siz alırsınız və mənzilin sahibi olursunuz. Co-op'larda isə bir qədər fərqlidir. Co-op alanda siz tam olaraq mənzil almırsınız. Binanı idarə edən korporativdən siz hissə alırsınız və həmin mənzildə oturmaq hüququ əldə edirsiniz. Co-op'larda borc var və siz alış zamanı borc sizin gəlirinizi yoxlayır. Hətta mənim indi hazır satışda olan bir co-op'um var və bunu nəqdi pula almaq istəyən müştərimiz də var, amma co-op onun stabil gəliri olmadığına görə co-op onu qəbul eləmir. Maintenance var. Əslində bu kondolarda da var. Co-op'larda biraz yüksək olur. Səbəb odur ki, co-op'larda bəzən bütün evin kommunal xərcləri belə ona daxil ola bilir. Bu borcdan borda dəyişir. Bütün co-op'larda bu fərqlidir və onun üçün də co-op almamışdan öncə ən önəmli şeylərdən biri orada maintenance nəyin daxil olub olmamağı və siz o co-op'ı icarəyə verə bilərsiniz, yoxsa yox. Staten Island'da, Brooklyn'də, New York'da, New Jersey'də mənzil almaq istəyirsə mənlə əlaqə saxlaya bilərsiniz və Amerikada, ümumilikdə Amerikada bir mənzil almaq istəyirsə və yaxud da hər hansı bir sualınız olarsa mənlə əlaqə saxlaya bilərsiniz.